Bir gün bir hədis var ki, yaşlı qadın gəlir Həzrəti Peyğəmbərin yanına ağlaya-ağlaya ki, oğlum can istədi, amma çox əziyyət çəkir, can verə bilmir. Peyğəmbər gəlir çatdırır özünü. Deyirəm, bunların da bəxti gətirib, hansı məqama düşübləri. Xoş adamın halına can üstündə Peyğəmbər gəlir başının üstünə. Peyğəmbər yəni görür ki, oğlanın üzündə, gözündə vəhşət var da. Yaxınlaşır ona tərəf, görür çox çətinliklə can verir. Deyir, çətindir, işin çətindir, oğlan göz işarəsi ilə bildirir ki, çətin işin. Ona bu duanı deyir ki, sən deyinəm onun ürəyində. Ya məni yəqbəlül yəsir və yəfu anil kəsir. Əqbəl minnəl yəsir və əfu anil kəsir. Çoxu qəbul, bizdən azı qəbul eləyib əvəzində çox verən. Qəbul elə bizdən bu azı, verginən o çox. Elə bu duanı deyən kimi rahatçılığına canınız tapışır.